Salam dostlar. Bugünkü mövzumuzda mən sizə öz realitetlərimi göstərmək istəyirəm. Hal-hazırda gördüyünüz bu qrafikdə mən 2 trade açmışam. Biri mənfi ilə bağlanıb 1 stop almışam. Digəri isə take profit ilə bağlanıb take profit götürmüşəm. Burada məsələ nədən ibarətdir? Bugünkü mövzumuz ondan ibarətdir ki, hər zaman biz sistemli şəkildə trade eləməliyik və stop almaqdan çəkinməməliyik. Çünki 99% traderinin qorxusu stop almaqdır. Lakin stop almaq, yəni normal bir haldır. Bu elə ki, bir öz biznesinizə qoyduğunuz mayədir və mayə qoyduqca sizin biznesiniz elə bir ki, dirçəlir. Ona görə stopa siz bu gözlə baxmalısınız və hər zaman stop qoymalısınız. Ən pisi odur ki, stop qoymamaq. Deməli, mən bu alətdə gündəlik time frame-də mən artıq limit oyunçumu səviyyəsini təyin eləmişəm. Görürsüz, hal-hazırda barın üçü də eyni nöqtəyə vurur. Bu limit oyunçu səviyyəsidir. Burada mən London sessiyasında saat təxmini hardasa 4-ün yarısı mən bu ilk trade'imi açmışdım long olaraq. Bazar hər zaman kimi öz oyununu oynadı və məni stop lossdan çıxartdı. Çox təəssüf ki, bu elə ki $3 yaxın bir stop loss idi. İkinci isə trade'i mən artıq Amerika bazarının açılmasını gözlədim və Amerika bazarı açıldıqdan sonra gördüyünüz kimi burada görürsüz qiymət gəlib qayıdıb bu səviyyəyə. Bu səviyyədən sonra mən sell limit orderimi qoymuşam və aşağıya doğru mən pozisiyamı açmışam. Bu müsbət olan trade'i mən açmışam artıq burada görürsüz 1-in yarısı və açan kimi də mən yəni oturub onu izləməmişəm, bağlanmışam, yəni kompüter gəlib yəni yatmışam. Çünki bu gördüyünüz kimi burada artıq yəni bar açılıb, yeni gün açılıb və bu yeni gün yəni şamıdır, 5 dəqiqəlik şamıdır. Açılan kimi də bu zaten bunu vurub çıxardıb, mənim take profitimi məni oyundan çıxardıb da. Mən özüm durmuşam səhərə yaxın saat 9-dan sonra oyun yarısı və görmüşəm artıq yəni take profitdən çıxmışam, bu skrini yəni eləmişəm. Ona görə yəni sistemli tez zamanı heç vaxt oturub gözləməyə yaxud saatlarla kompüterə baxmağa ehtiyac olmur. Sadəcə olaraq siz neynəməlisiniz? Siz yəni düzgün alqoritmlə sistemli şəkildə öz tezinizi eləməlisiniz. Gördüyünüz üzrə mən stop alsam da, gəlin belə deyək, mənim stopum yəni demək olar ki 5 dəfədən çox take profit götürmüşəm. Nə qədər eləyir? Görürsünüz, mənim yəni stop lossum take profitə nisbəti 1-in 5-ədir. 5 dəfə artıq mən yəni öz stop lossumu pakvat eləmişəm, onunla da yəni qazanc da götürmüşəm. Stop loss almaqdan çəkinməyin. Əksinə siz çalışın hər zaman yəni sistemli şəkildə trade eləyin. Onun üçün birincisi nə etməlisiniz? Mən sizə burada qeyd edeyim. Birincisi ona görə də siz hökmən qaydada yəni öz səviyyələrinizi yəni eləməlisiniz. Yazıram bir səviyyə, səviyyənin identifikasiyası, yəni bunu sizin üçün böyüdüm, baxa bilərsiniz, oxuya bilərsiniz. İkincidə hökmən siz alətin enerjisini ölçməlisiniz, enerjisi. Üçüncüdə hökmən siz alətin düzgün istiqamətinin proqnozunu verməyə bacarmalısınız. Üçüncü sizdə düzgün giriş nöqtəsi olmalıdır. Beşincidə isə artıq trade'ə girməmişdən qabaq mütləq şəkildə risk menecmentindən və money menecmenti nəzərə almalısınız. Ən azından sizin trade'iniz 1-in 3-ə nisbətində olmalıdır ki, siz öz stop almadan çəkinməyəsiniz və stop alsanız belə yəni öz take profitdən o stopu bağlaya bilərsiniz. Gördüyünüz kimi məndə də burada hal-hazırda yəni artıq bir dəfə stop almışam. Ondan sonra da 5 dəfə artıq götürmüşəm. Bugünkü dərsimiz bundan ibarətdir. Hər zaman çalışın öz trade'lərinizi sistemli şəkildə edin və heç nədən çəkinməyin, emosiyalara da qapılmayın.